Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Sizdən gizlədilən vacib bir xəbəri çatdırıram sizə. Yol polisi inspektoru Ləzgi xalqını söydü və 26 bıçaq zərbəsi aldı, dili və qulağı qıx edildi. Yəni kəsilib atıldı. 26 may tarixində hadisə baş verib. Polis inspektoru Fərəcov Xanbaba Əlibaba oğlu 26 bıçaq zərbəsi aldı. Dili və qulağı kəsildi. Kəsən adamlar ölkədən qaçıblar, tuta bilmirlər. Necə ki o vaxtı nazir birbaşa demişdi, kriminal avtoritet qocanı harda gördün orada vurun. Bax bu adamlar da harda görsələr tutulsa orada da vurulmalıdır da. Tutulmaqsa söhbəti yoxdur, xəbərdarlıq eləmə söhbəti yoxdur. Amma yerli sakinlərin köməyi ilə həmin adamlar artıq xarici ölkəyə qaçıblar. Deməli bugün reanimasiyada polis bugün ayıldı. İt canı var polisdə, it canı. Deməli Ayna Sultanovanın yanındakı polis klinikasında bugün gözünü açdı. Hadisə necə olub dəyərli həmvətənlərim? 9 il türmədə yatıb çıxan bir Ləzgi millətindən olan əxi. Obşum yoldan gedirmiş. Fərəcov Xanbaba Əlibaba oğlu yolda saxlayıb bunu. Dayanıbdı. Və bunu bilirsiniz də, bütün qazanç yolu belədir. Xalqı ancaq sidirirlər, CD ilə analiz və narkotik çəkibsənsə davay, 1000, 2000, 3000, 5000 pul verməlisən. Bu əxini də dayandırırlar, sidirirlər, yəni yolun qırağında yer var da, sidirirlər. Ona 02 test edirlər. Nəysə 02 testindən çıxır. Nə çıxır bilirsinizmi? Bu əxi narkotik çəkib də, xalqın yarıdan çoxu kimi. Və razılaşırlar əxi ilə ki, 1400 manada söhbəti bağlayacaqlar, daha bir də sənə ilişməyəcəklər bu rayonda. Uzun sözün qısası, əxi razılaşır, 1000 manadı gedirlər, götürürlər, 1000 manadı verir və dəyərli həmvətənlərim, qalan 400 manadı da deyir, yoxdur, olanda verəcəyəm. Polis də deyir, çox gecikdirmə. Nəysə, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, uzun sözün qısası, polis serjantı görür ki, əxi 400 manadı gətirmir. Rayon yeridir də, Qüsar, Quba. Orada polis başlayır, bu Ləzgi daxil, Ləzgi millətini söyməyə başlayır. Deyir ki, bu nə millətdir, millətini bellədiyim, millətini ellədiyim, mənim 400 manatımı gətirmədi. Və dəyərli həmvətən, bu söhbət gedir, çatır əxinin qulağına. Hansı ki, 9 il türmədən çıxan əxinin qulağına çatır. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, əxilər yığılırlar. 16 may tarixində 3-4 hər halda əxi olur. Biri gedir, polisi alladır, elə yəqin ki, həmən ki, gedir, 400 manat var, gedək, götürüb 400 manada verəcəm. Da gecikdirmişəm, 100 da artıq verəcəm, gedək. Biri götürür, əxini gətirir o Quba Qüsar o postların arasından münasib bir yerə, hansı ki orada da gözləyirlər o qalan 3 dənə əxi. Əxi nəysə, dəyərli həmvətənlərim, birinci polis serjantının, yəni inspektor polis neydi adı? Fərəcov Xanbaba Əlibaba oğlu. Birinci bunun başına işləyirlər. Yox, birinci çaldırırlar polisi. Çaldırırlar, pis şeylər eləyirlər, özlərindən uşaq gətiribmişlər, yəqin, bəlkə də özləri eləyib. Çaldırırlar, başına işləyirlər, sonra sən mənim xalqımı söymüşdün, deyə dilini, yarıdan dilini qıx eləyirlər, dalınla 26 bıçaq zərbəsi vururlar və qulağını da kəsirlər. Sonra polis maşını qalır yolun qırağında, bunu dərədə qoyurlar. Yəni dərədə eləyirlər də bunu, yolun qırağı dərədə eləyirlər. Maşın qalmışdı, polis maşın yolda. Dərədə eləyirlər, polis dərədə qalır. Polisdə it canı var, it.
26 bıçaq zərbəsi, dili qulağı kəsilən polis o dərəni sürünərək gəlir, yolun qırağına çıxır. Və bir də bir nəfər mülki vətəndaş görür ki, yolun qırağında polis var, amma polis yoxdur maşının içində. Belə baxır, görür ki, çıxıbdır dərədən, buradadır. Bunu elə həmən polis maşınına qoyur, gətirir posta. Postdan da götürürlər təcili Banisəyə, Banisədən nə vertolyotdan nə ilənsə gətirirlər Ayna Sultanovanın yanındakı polislərin klinikasına. Hansı ki, o klinika ki, bütün orqan mafiyası işini o klinikanın altında görür. Orqan mafiyası. Dünyanın harasında hansı milyonçuya, milyarderə orqan lazımdırsa, İlham Əliyev polisə deyir, polis hansısa uşağı oğurlayır, orada orqanını həll eləyirlər, göndərirlər həmən ölkəyə, həmən şeyxə, həmən nə bilim krala və s. və ilaxır. Dəyərli vətənlərim, görürsünüz, yenə deyirəm, Epstein söhbəti ortaya çıxandan sonra bir dənə uşaq itməyib ölkədə. Mən deyəndə ki, uşaqları İlhamın göstərişi ilə, İlham Əliyev Mehribanın göstərişi ilə polisləri oğuruyurdu, inanmırdınız. Və mən Alp dağlarının qırağında da var yer, orada məbədlər var. Alp dağlarında. Orada da eləyirdilər, elə Nura Şura dedi, Bakıda da Epstein var. Elə uzağa niyə gedirsiniz ki? Niyə uzağa gedirsiniz ki? Tovuzda bir kəndin yarısından çox uşağı, 10-15 arası, yəni yaş arası demək istəyirəm də. Yəni o uşaqlar 4 nəfər tərəfindən təcavüzə məruz qalır. Bütün kənd ayağa qalxır. Polis bastırır kəndi, bütün söhbəti bağlayır. Tovuzun dönük qırıqlısında. Hələ çıxıb o 3 nəfər çıxıbdır. O 3 nəfər qəhrəman var, o dırnaq arası o uşaqlara təcavüz edən. Çıxıb deyir ki, kətdə oğlanlar qaçır, bax, videoda görünür, hamısı üzün tuf qaçır. 3 nəfər qalıblar. Mayırdır, Yuskadır, Elnurdur, 3'ü qalıb. Belli, biz bax kəndin ortasındayıq, biz elə şey eləsəydik, kəndə çıxanmazdıq, öldürərdilər bizi. Nə danışsan sən, Qazaxda 56 nəfər elədi. Bərdədə, Yardımlıda, Qusarda, Xaçmazda, bunun kimi Gəncədə hadisələr oldu. Məyər zorlananlarla zorlayanlar məyər türmədədir, məyər öldülər, məyər qaçdılar, hamısı kəndində də polis elə rahat deyir ki, pulunu alır, fiso deyir, işiniz yoxdur. Vəssalam. Uzun sözün qısası dəyərli vətənlərim, Ləzgi xalqını söydüyünə görə əxilər polis serjantını 26 bıçaq zərbəsi ilə dilini və qulağını kəsməkdən cəzalandırır. Dəyərli vətənlərim, dəyərli soydaşlarım. Vilayət Eyvazovun qəti göstərişidir. Bu heç harda səslənməməlidir. Heç bir yerdə mediadan gizlədilməlidir. Və həmin adamlar harda görülsə orada da vurulmalıdır. Vəssalam. Dəyərli vətənlərim, ölkədə qanun, qayda, ədalət yoxdur. Hər kəs namusunu artıq özü təmizləyir və belə də olmalıdır. Hansısa anamız, bacımız, qızımız, gəlinimiz söz atılsa, əl atılsa, polisə şikayət eləsək, qardaş, inspektorlar, təhqiqatçılar, istintaqçılar, rəis müavinlər, bütün şöbə üstündən keçəcək. Ana bacıya sataşıldı mı? Millətə sataşıldı mı? Namusuna, qızının, gəlinin yanında polis sənin şəxsiyyətin aşağı saldı mı? Vəssalam. Sənə nə lazımdır indi? Kişiliyin var, sənə lazımdır sənə? Gedib bazardan bir dənə balta almalısan. Balta! Əl boyda baltalar var, qəşək. Bir dənə balta almalısan. Vəssalam, qutar getdi. Öyrənmədiniz bal oğlandan, nə bilim, şir oğlandan balta atmağı zadı, nə bilim, baltalama. Öyrənmədiniz. Vəssalam, qutardı. Azərbaycanda haqq ədalət qanun yoxdur. Hər kəs öz namusunu, öz şərəfini, öz gücünə qorumalıdır. Birbaşa şaqqıldadın. Qutardı getdi. Sağ olun, bəyənin, paylaşın. Bizdən heç nəyi gizlətmək olmaz. Vilayət Eyvazov.